Salam uşaqlar, bu günləri biz alkanlar və disiklo alkanlardan səhifə 2000, deməli köhnə test toplusudur bu. 2019-cu ilin buraxılışında ikinci hissə alkanlar bölməsində səhifə 136-da birinci sualın izahını verirəm. Birinci sualda nə deyir burada? Birinci sualda deyir ki, hansı karbohidrogenin xlorlu törəmələrinin sayı ən azdır? Alkanlar, cavab A bəndidir. Xlorlu törəmələrinin sayı ən az olan metandır. Metan alkanların homoloji sırasının, oxşarlıq sırasının ilk nümayəndəsidir. Metanda hidrogen 4 olduğuna görə 4 dənə xlorlu nəyi var? Törəməsi. Cavab oldu A bəndi. B bəndində orada etan yazıb. Etanda hidrogen 6 dənədir. Etan alkanların homoloji sırasının ikinci nümayəndəsidir. 6 hidrogen olduğuna görə 6 da xlorlu törəməsi var. C-də propan yazıb. Propan alkanların üçüncü nümayəndəsidir. 8 də xlorlu törəməsi var. Propan. Bir sözlə üzü aşağı gəldikcə D bəndində orada butandır uşaqlar. C4H10 10 xlorlu törəməsi var. Butan alkanların homoloji sırasının 4-cü nümayəndəsi və Y bəndində pentan. Pentan 5-ci nümayəndə mayelərin ilkidir. Penta sözünün mənası 5 deməkdir. Pentan alkanların 5-ci nümayəndəsidir. Penta sözü ümumiyyətlə 5 deməkdir. Sonuna bir N hərfi əlavə eləyəndə pentan olur. Bu xlorlu törəməsi 12-dədir. Hidrogenin sayı artdıqca xlorlu törəmələrinin sayı artır. Cavab A bəndi oldu. Sadəcə olaraq burada bir balaca izah vermək istəyirəm. Metanın xlorlu törəmələri barəsində əlavə. Metanın xlorlu törəməsi azdır. 4 dənədir. Birinci xlorlu törəmə deyəndə hidrogenin biri xlorla əvəz olunur. Olur metil xlorid. Metil xloridin 2 dənə adı var. İkisi də düşə bilər uşaqlar. Biri metil xloriddir. Metil CH3-ün adı metildir xlorid və digər adı xlor metandır. İkinci metilen xlorid. Metandan hidrogenin ikisi xlorla əvəz olunur. Metilen xlorid. Digər adı dixlor. Xlor 2 dənə olduğuna görə dixlor metan. Üçüncüsü hidrogenin 3-ü xlorla əvəz olunur. Trixlor metanın digər adı xloroformdur. Xloroform kimyanın ilk anlayışında belə bir sual var ki, xloroform saf maddədir. Bəli, saf maddədir. Ona görə işarələr və indekslər vasitəsilə şərti yazılışı var. Və dördüncü tetraxlor metandır. Bunun 3 adı var. Tetraxlor metanın adı nədir? Tetra, yəni xlor 4 dənədir xlor metan və ya 4 xlorlu karbon. Bir dənə də adı var karbon 4 xlorid. Karbonun adını yazırıq. Valenti 4 və bir də xlorid sözünü yazırıq. Bir dənə axırıncının 3 dənə adı var. Karbon 4 xlorid maye halındadır. Kimya sənayesində bir həlledici kimi istifadə olunur. Və yadınızda saxlayın ki, karbonun xlor ilə bilavasitə reaksiyası yoxdur. Karbon 4 xlorid, tetraxlor metan 4 xlorlu karbon dolay yollarından alınır. Yəni metanın tam xlorlaşmasından alınır. Metanın tam xlorlaşması da necə gedir uşaqlar? Metan tam xlorlaşdırmaq istəyiriksə 1 mol metan 4 mol xlor ilə reaksiya girməlidir. Baxın, hidrogen 4 mol atom 4 mol da xlor götürür. İşıq kvantum udaraqdan zəncirvari reaksiyadır. Buradakı hidrogenlərin 4-ü də xlorla əvəz olunur və xlorun molu qədər də 4 molda hidrogen xlorid qazı əmələ gəlir. Bu reaksiya tam əvəz olunma reaksiyası adlanır. Qısa yazaq, tam əvəz olunma reaksiyasıdır. Və burada tetraxlor metan, karbon 4 xlorid, 4 xlorlu karbon əmələ gəlir. Birbaşa yox, necə yollarla alınır? Dolay yollarla alınır və buradan alınan maddələrdən biri də RH tipli uçucu hidritdir. İkinci suala keçirim. İkinci sualda nədir? Deyir, hansı yalnız alkanlardan ibarət olan sıranı göstərin. Alkanlardan ibarət olan sıra deyəndə biz alkanlar CnH2n plus 2 düsturuna uyğun olan karbohidrogenləri seçməliyik. O da Y bəndindədir. Y bəndində deməli digər bəndlərdə olan karbohidrogenlərin heç biri bu düstura uyğun deyil. Yəni heç biri deyəndə hər hansı bir bənddə biri ən azından uyğun deyil. Y bəndində C3H8 propan, E'nin qiyməti 3'dir. Hidrogenin 2 mislindən 2 vahid çoxdur, 8. Propan alkanların homoloji sırasının 3-cü nümayəndəsidir. Pentan 5-ci alkandır, 5-ci nümayəndədir, 5.
E'nin qiyməti 5. Hidrogen 10, onun üstünə 2 gələndə 12. Mayələrin ilkidir. Bu maye alkanların ilk neydi? Nümayəndəsidir. Yəni mayələrin ilk nümayəndəsidir. Və heptan 7, 2-dən 7, 14. 14-ün də üstünə 2 gələndə 16 heptan. Y bəndində 3 dənə karbohidrogen var. Propan qazdır, pentan mayedir, heptan da mayedir. Bunlar üçü də CnH2 plus 2 düsturuna uyğun gəlir. Alkanlar, uşaqlar hansı karbohidrogenlərdir? Doymuş karbohidrogenlər. Y bəndi ikinci sual. Üçüncü sualı keçid alıyor. Üçüncü sualda deyir ki, alkanlarda izomerlik homoloji sıranın hansı üzvündən başlayır? Alkanların sinif arası izomeri yoxdur. CnH2 plus 2 düsturuna uyğun olan bir dənə sinif var. O da alkanlar sinifidir. İzomerlik nə daxilində yaranır? Sinif daxilində yaranır. Daxili izomerlikdir və homoloji sıranın 4-cü nümayəndəsindən başlayır. Homologiya sözünün mənası oxşarlıq deməkdir. Yəni alkanlar metan, etan, propan, butan bunlar oxşardılar. Bu alkanların 4-cü nümayəndəsidir. 4-cü nümayəndədən başlayaraq hansı hadisə baş verir? İzomerlik hadisəsi baş verir. İzomerlik. İzomerlik sinif daxili izomerlikdir və C4H10 formuluna uyğun olan butanın neçə izomeri var? 2 izomeri var. Butandan sonra digər alkanların hamısının izomeri var. İzomeri olmayan alkan deyəndə, məsələn, metan izomeri yoxdur. Alkanların birinci nümayəndəsi metanın izomeri yoxdur. Yəni bunun izomeri yoxdur. İkinci etan C2H6 izomeri yoxdur. Üçüncü alkanların üçüncü nümayəndəsi C3H8 propan izomeri yoxdur. İzomerlik alkanların 4-cü nümayəndəsi butandan başlayır və izomerliyin burada sinif daxili izomerliyin bir forması var. Karbon zəncirinin quruluşuna görə şaxəli alkanlar var və bir də şaxəsiz alkanlar var. Cavab orada oldu. Butan A bəndi. Üçüncü sualın cavabı nə oldu uşaqlar? A bəndi oldu. Butanın izomerlərini yazıram sizə. Butanın 2 izomeri oldu. Biri şaxəsiz butandır, normal butan. Normal butan birli karbondan başlayır. Normal butan deyəndə 4 karbon atomu yazır o. Alkanlarda karbon atomu arasında rabitələr bir qatdır, tək qatdır. Karbonun valenti 4'dür, 1 valenti var. 3 valentin hidrogenlə əvəz edilir. 2 valenti var, baxın uşaqlar, 2 valenti var. İkisini də hidrogenlə əvəz edilir. 2 valenti var, digər 2 valentin hidrogenlə. Valentin biri var, 3'ü yoxdur, ona da hidrogen yazılır. Bu karbonun birlidir, bir karbonla əlaqəsi var. Digər karbon ikilidir, ikili, 2 karbonla əlaqəsi var. Bu karbon da ikilidir və bu sonuncu karbon da birlidir. Əgər alkan birli ilə başlayır, birli ilə qutarır, ortadakı karbonlar ikilidirsə, bu normaldır, şaxəsiz alkandır. Şaxəsiz alkan. Yəni şaxəsi nədir? Yoxdur. Alkanda o vaxt şaxə olur ki, ya orada üçlü ya da neçəli karbon oldu? 4'lü karbon olur. İndi izobutan deyəndə karbonun birini götürürük. Baxın, birini götürürük. O bir dənə ikinciyə şaxə verir. 1 karbon, 2 karbon, bu da 3. Ortada birinci, ikinci, bu da üçüncü. Ortada ikinci karbona bir dənə şaxə verilir. Və buradakı karbona əgər diqqətlə baxsınız, bu karbonun, bu karbonla, bu karbonla, bir də bu karbonla əlaqəsi var. Üçlü karbondur. CH3, bir valenti var, 3 yoxdur. 1, 2, 3. Bura bir H yazırıq, 4-cü valent. H3, bu da H3. Neçədə metil var burada? 2-də metil var. İkinci də metil var. Şaxə 2-dədir və əsas karbon zəncirinin uzunluğu 4-dədirsə, ona nə deyirlər? Propan. Baxın, bunun adı nə oldu? İkincidə metil var. CH3-ün adı nədir? Metil. Şaxə neçənci karbondadır? İkinci karbonda və əsas karbon zəncirinin uzunluğu 3 olduğuna görə propan. Və digər adı nə deyirlər ona? İzobutan. İzobutan şaxəli alkanlara aiddir. Yəni bu alkanda, baxın, normal butanda, ikinci izobutanda hər ikisinin kimya formulu C4H10'dur. Tərkibi eynidir. Tərkib deyəndə nəyi nəzərdə tutur uşaqlar? Tərkibə aiddir keyfiyyət və kəmiyyət sözü. Keyfiyyətində nə var? Karbon və hidrogen. Kəmiyyətində 4 mol atom, karbon, 10 mol atom, hidrogen. Keyfiyyəti karbon və hidrogen, kəmiyyəti 4 mol atom, 10 mol atom. Tərkibi eyni olur.
Molar kütlələri bərabər olan, yəni molar kütlə emerə bərabərdir, nisbi molekul kütlələri bərabər olan, lakin quruluşları müxtəlif olan, quruluşu nə olan fərqli, quruluşu müxtəlif olan, bu səbəbdən xassələri fərqlənən maddələrə izomerlər, hadisə isə izomerlik hadisəsi deyilir. İzomerlərin quruluşu fərqlidir. Alkanlarda izomerlik sinif daxilində yarandığı üçün fiziki xassələri fərqlidir, amma kimyəvi xassələri oxşardır. Kimyəvi xassələri ona görə oxşardır ki, orada sinif arası izomer nədir? Yoxdur. Alkanlar sinifi daxilində yaranan izomerlikdir. Karbon zəncirinin birləşmə ardıcıllığına görədir. Şaxəli alkanlar var və bir də şaxəsiz alkanlar var. Keçirik neçənci suala? 4-cü suala. Şaxələnmə, bir də təkrar edirəm, 3-cü sualda. Şaxələnmə ilk dəfə nədə əmələ gəldi? Butanda və butandan 4-cü karbonu götürüb, bir də təkrar edirəm. 1-ci karbon, 2-ci karbon, bu da 3-cü. 4-cü bura şaxa vermək olar. Karbon 4 valentlidir, 3. 1 valenti var, burada da 1 valenti var, 3 yazırıq. Burada da valentin 1 var, 3. Bura bir hidrogen atomu yazırıq. 2-də şaxənin adı nədir? Metil. 2 metil. Əsas karbon zəncirinin uzunluğu 3 olduğuna görə propan və digər adı nə deyirlər? İzobutan. 2 dənə adı var izobutan və yığanda bu formulu tərkibi 1, 2, 3, 4 də karbon olduğuna görə C4 H10, karbon 4-dür, hidrogenin 2 mislindən 2 vahid çoxdur. Bu karbon üçlü karbondur, şaxəli alkandır. Bu karbon birlidir, bir karbonun əlaqəsi var. Buradakı karbon birlidir, bu karbon da birlidir. Ortada bu karbon uşaqlar üçlü karbon olduğuna görə bu alkan şaxəli alkandır. 4-cü sualda nədir? Təbii qazın əsas tərkib hissəsi nədir? Təbii qazın əsas tərkib hissəsi metan, şaxta və ya bataqlıq qazı deyirlər. Təbii qazın 80-97%-ni təşkil edir. Metanın digər adı şaxta qazıdır. RH4 tipli uçucu hidridlərə aiddir. Karbon qeyri-metaldır. Karbon 4-cü qrupun A yarım qrupunda yerləşən birinci dövrdə xana boş idi, ikincidə karbon gəlirdi, 3-də də silisium. 4-cü qrupun A yarım qrupunda 2 dənə qeyri-metal var, karbon və silisium. Onlar hər ikisi RH4 tipli uçucu hidrid əmələ gətirir. Qeyri-metalların, yəni erin yerinə qeyri-metal olmalıdır, karbon və yaxud silisium hidridi uçucudur. Metan da şaxta və ya bataqlıq qazı alkanların ilk nümayəndəsi, təbii qazın 80-97%-ni təşkil edir. Təbii qazın əsas tərkib hissəsini təşkil edən qaz metan qazıdır. Cavab B bəndi. 5-ci suala keçirik uşaqlar. 5-ci sualda nə deyir orada? 5-ci sualda deyir bromlu suyu rəysizləşdirməyən karbohidrogeni göstərin. Bromlu suyu rəysizləşdirməyən karbohidrogenlərin sonu an şəkilçisindən qutarır. Bu ya alkanlardır, ya da siklo alkanlar. Bunlar hər ikisi bromlu suyu rəysizləşdirmir. Çünki alkanlarda rabitələr yalnız sigmadır. Siklo alkanlarda da yalnız sigma rabitə var. Nə alkan, nə də siklo alkanlarda pi rabitəsi nədir? Yoxdur. Deməli, bromlu suyu rəysizləşdirməyən maddə A bəndindədir. 1,2 dimetil siklopentan. Adı nə olacaq onun? 1,2 dimetil. Metilin biri 1-dədir, biri 2-dədir. Dimetil siklo sözünün mənası qapalı pentan deməkdir uşaqlar. Pentan. Qapalı pentan. Siklo alkanlara aiddir. Buradan göründüyü kimi bu maddə hara aiddir? Siklo alkanlara. B bəndini ona görə götürmürük ki, orada şəkilçilərə fikir veririk. B bəndində 3 metil butin 1 yazıb. Hətta sözlə yazanda 3 dənə var burada. Metil, şaxə var. Butin deyəndə karbon 4 dənədir. İn, şəkilçi indir. İn 3 qat rabitə. Neçənci karbondan çıxır? Birincidən. İnlərdə baxın, neçə qat rabitə var? 3 qat rabitə. Baxın, mötərəzdə yazın. 3 qatın neçəsi pi-dir? İkisi pi olduğuna görə o, adi şəraitdə necə su rəysizləşdirir? Bromlu suyu rəysizləşdirir. Bizə də rəysizləşdirməyən karbohidrogen cavab nə bəndi idi? A bəndi. Axırı an şəkilçisində qutaranlar alkan və sikloalkandır. A bəndində də 1,2 dimetil siklopentan sikloalkanlara aiddir. İstəsiniz onu qura da bilərsiniz öyrənmək üçün ilk əvvəl. Siklopentan deyəndə necə yazırıq? Amma şifahi cavabın əslində şifahi tapmalısınız. Sadəcə onları öyrənmək üçün yadınızda saxlayın ki, siklopentan neçə üzlüdür? 5 üzlüdür.
Düğün nöqtələrində nələr yerləşir burada? Karbon, baxın. Karbon, 5 karbon yazılır, siklopentan. Hardan istəyirsə nömrələyirik. Məsələn, fərqi yoxdur. İstəyirsiniz buradan, istəyirsiniz buradan. Bir dənə nöqtədən başlayaq. Məsələn, bura 1 yazıram, bura 2, bura 3, bura 4, bura 5. Və 1-də metil var. 1-də bir dənə xətt çəkirik, şaxə, metil. İkincidən də bir dənə şaxə, metil. Özü də siklopentan oldu, qapalı pentan. İndi bura nə yazırıq? 2 valenti var. X-in hidrogenindən də əvəz edilir. Burada karbonun valenti X-i var, X-in hidrogenlə əvəz edilir. X-i var, hidrogen yazırıq. 1 valent, baxın 2 valent, 3 valent. 4-cü valentə hidrogen yazırıq. Burada da 1 valent, 2 valent, 3, 4-cü ilə əvəz edilir hidrogenlə. Metilin biri 1-dədir, biri 2-dədir. Metilə baxın uşaqlar, biri 1-də, metil, biri də 2-dədir. Özü də maddə nədir? Baxın, bura diqqətlə. Siklo, qapalı pentan. Buraya diqqətlə fikir verirsiniz, pi rabitəsi yoxdur. Pi olmadığına görə bromlu suyu rəsizləşdirmir. Biraz da açıq şəkildə yaza bilərdiniz siz bunu. Necə yazmaq olardı? Məsələn, siklopentanı yazırıq. Rabitə dərsində də belə bir şey var. Siklopentan 500-lüdür. Karbonun valenti 1, 2, 3, 4. Karbonun valenti 1, 2, 3, 4. Karbon yenə də neçə valentdə yazırıq? 4 valentdə. Baxın, 1, 2. Bura hidrogen yazırıq. Digərini ilə əvəz eləmişdim? Metillə. Burada da 1, 2, 3, 4. Birinə hidrogen, digərinə nə yazıram? Metil. 4 valentli karbon. Bunları da hidrogenləri yazıram. Lap açıq şəkildə yazanda baxın, burada nə rabitəsi yoxdur? Pi rabitəsi yoxdur. Metil biri 1-dədir, biri 2-də. Həmin maddəyə yazdım. Sadəcə onların metilinləri açıq şəkildə göstər. 3, 4, bir də 5. 1-də metil var, şaxə, bir də neçədədir? 2-də. 1, 2, dimetil, siklo nə deyirlər buna? Pentan, qapalı pentan. Pentan sözündə neçədə karbon var? 5 dənə. Dimetil sözündə neçədə karbon var? 2 dənə. Ümumilikdə 7 karbonu var. Sikloalkanların ümumi formu necədir uşaqlar? CnH2n 7-dirsə, 2-dən 7, 14. Alkanlardan fərqli olar. Alkanlar CnH2n plus 2-dir, amma sikloalkanlar CnH2n ümumi formuna uyğun gələn maddələrdir. Rəysizləşdirmir, P'si yoxdur, A bəndi. Amma B bəndi mən sizə yazmağı öyrətməkdən ötəri yazıram. Baxın, B bəndində 3 metil var. Az əvvəl dediyim kimi butin, butin. Şəkilçiyə baxın, in şəkilçisi butin. İn neçənci karbondan çıxır? Birinci. Butan sözündə 4 karbon var. 1, 2, 3. Bu da 4-cü karbon. İn deyəndə 3 qat rabitə 1-ci karbondan çıxır. Baxın, 1-ci karbondan çıxan 3 qat rabitəyə neçənci karbona daxil olur? 2-ci karbona. İn şəkilçiyə baxın, in şəkilçisi. Və 3 metil var. 3-cü karbonda şaxə var və bu şaxanın adı nədir? Metil. Yazanda 1, 2, 3. Bura bir hidrogen yazırıq. 4-cü valenti. 1, 2, 3, 4. Bura heç nə yazmaq olmaz. Valenti 3-dür. Biri çatmır. Bura bir hidrogen. Bir valenti var. Burada bir 3 yazırıq. Bu maddənin adı nə oldu? 3 metil. Əsas zəncirin uzunluğu 4-dürsə, butandan ana atdım. İn. İn neçənci karbondan çıxır? 1-ci karbondan. Butin neçə oldu? 1. İnlərdə neçədə pi rabitəsi var burada? 2-də. 3 qatın x-i pi olduğuna görə adi şəraitdə necə su rəssizləşdirir? Bromlu su. Bu alkinlər sinifinə aiddir. Alkinlər doymamış nələrdir? Karbohidrogenlər. Alifatik doymamış karbohidrogenlər CnH2 -2 düsturuna uyğun gəlir. Yəni tərkibini tapmaq istəyirsiniz, necə tapırıq? 4 əsas zəncirdə karbon var, bir də şaxədə. Karbon 5-dir. Baxın, 1, 2, 3, bu da 4, bir də burada var 5. 2-də 5-im 10, ondan da 2 çıxanda neçə eləyir? 8. Doymamış karbohidrogendir. Sonra burada C bəndində nə yazıb uşaqlar? Yazıb 2 metil pentadiyen 1,4. Pentadiyen nəyə aiddir uşaqlar? Alka nələr aiddir deyənlərə? Yazıb 2-də metil var. Pentadiyen. Diyen sözü şəkilçiyə fikir verin. Diyen. 2-də 2 qat rabitə var. 2 qatın biri 1-ci karbondan çıxır, biri də 4-cü karbondan çıxır. 1-dən çıxan 2-yə daxil olar. Biri də 4-dən çıxır. Pentan sözün əsasıdır. Baxın, pentan sözündə 5 karbon yazırıq. 1 karbon,
ikinci, üçüncü, dördüncü, bu da beşinci. DN şəkilçiyə fikir veririk. 2 qat rabitə var. Biri birinci karbondan çıxır 2 qat rabitən. Bu 2'dir, bu 3'dür. Bir də 4'dən çıxır 2 qat. Baxın 2 qatın çıxdığı karbonların nömrəsini yazırlar. Alka nələr aiddir bu? DN-lərə. Alka DN sözünün mənası neçə 2 qat rabitə var? 2 dənə. 2-də bir də metil var. İkincidə metil yazıram. 2 valenti gedib bura bir 2 hidrogen. 1, 2, 3, 4. 2 valenti var ikisinin hidrogenlə. 1, 2, 3. 1 valentində hidrogenlə. 2 valenti var ikisində hidrogen. Diqqətlə baxsınız 2 qatda biri sigmadır, biri pi. Biri sigma, biri pi. Bütövlükdə 2 dənə pi rabitəsi var. Bromlu su neynir? Rəksizləşdirir. Sinif hansı sinifdir? Alka DN-lər. Alka DN nə deməkdir? 2 dənə 2 qat rabitəsi olan karbohidrogenlərə alka nələr deyirlər? DN-lər. Bunlar alfatik, yəni açıq zəncirli, doymamış karbo nələrdir? Hidrogenlər. Əgər karbohidrogen doymamışdırsa, o bromlu suyu rəksizləşdirir. Y bəndindəki maddə necədir? Bir də D-ni yazım uşaqlar. D-dəki maddə necə yazır o? Etin yazıb. Etan sözündə karbon neçədəndir? 2 dənə. Burada şəkilçi indirsə, inlərdə neçə qat rabitə var? 3 qat rabitə. 1, bu da 2. 1, 2, 3 hidrogen atomu. 3'də də burada valenti var, biri də hidrogen. Etin, alkinlərin neçənci nümayəndəsidir? İlk neydi? Nümayəndəsidir. Və alfatik doymamış karbo nələrdir? Hidrogenlərdir. Piyə baxın. Neçədən pi rabitəsi var? 2 dənə. Bromlu su neynir? Rəksizləşdirir. Alkinlərin alfatik doymamış karbohidrogenlər alkinlərin ümumi formulu karbon N-dir. Hidrogen onun 2 mislindən 2 vahid azdır. Və alkinlər N böyük bərabər neçədən başlayır? 2-dən. Alkinlərin elə bu neçənci nümayəndəsidir? İlk neydi uşaqlar? Yazmışam da bura. İlk yazmışam nümayəndəsi. Yəni düsturla yazanda karbonu 2-dir. 2-ni vurduq 2-yə 4, 4-dən də 2 çıxanda C2H2. Etin və ya başqa adı nə deyirlər ona? Astilen. Etin alkinlərin homoloji sırasının birinci nümayəndəsidir. Sonraki nə gəlir uşaqlar orada? Y bəndində yazıb 3 metil, butin 1. 3'də orada metildir. Butin 1 yazıb. Şəkilçi yenə də əsas götürürük. N deyəndə bir ədəd neçə qat rabitə olmalıdır? 2 qat. Orada 2 qatın biri pidir. Butan sözündə 4 karbon var. 4 dənə karbon atomu yazır o. 2 qat rabitə N neçənci karbondan çıxır? Birinci karbondan. Birinci karbondan 2 qat rabitə çıxır. Digər rabitələr tək qatdır. 3-cü, bir də 4-cü. 3'də nə var uşaqlar burada? Metil var. 3'dəki şaxənin adı nə oldu? Metil. 1, 2, H2. Burada 3 valenti var, biri çatmır. 1, 2, 3, H. Burada da H3. Adı nə oldu? 3 metil, butin. Neçə oldu? 1. Butan sözündə karbon 4 dənədir. Metil sözündə də karbon 1 dənədir. 3 yerin göstərir. Sadəcə olaraq göstərir ki, şaxa neçənci karbondadır? 3-cü karbondadır. Bir dənə burada, uşaqlar 4 də burada. Alkinlərin ümumi formu necə idi? CN, H2N. Karbon 4, burada da bir yığanda 5'də karbon, hidrogen onun neçə misli qədərdir? 2 misli qədərdir. Alkenlər doymamış alfatik, yəni alfatik sözünün mənası açıq zəncirli karbonələrdir, hidrogenlərdir. Buradan belə nəticə çıxır ki, doymamış alfatik karbohidrogenlər hansılar oldu uşaqlar? Biri oldu alken. Alkenlər CN, H2-nin ümumi formuna uyğun gəlir. N böyük bərabərdir 2-dən başlayır. Açıq zəncirli, doymamış karbohidrogenlərdir. Sonu N şəkilçisindən bitir. Mütləq bir ədəd neçə qat rabitə olmalıdır? 2 qat. 2 qatın da biri sigma, biri pi. Sonra gəlir alfatik alkin. İnlərdə N böyük bərabərdir. Yenə 2-dən başlayır. İnlərin ümumi formulu CN, H2N minus 2-dir. Alkenlərə bax, su əgər 2-dən başlayırsa, baxın 2 yazanda C2, 2-ni vur 2-yə H4. Eten alkenlərin birincisidir və alkenlərin səmərəli adı ilen şəkilçisindən bitir. Hansı şəkilçisindən bitir? Ya N, ya da ilen şəkilçisindən bitir. Alkenlərin ilk nümayəndəsi 2, 2-ni 2-yə vuranda 4, 4-dən də 2 çıxanda 2. Etin və digər adı nə oldu uşaqlar? Astilen.
Burada 2 qat rabitə var. İnlərdə neçə qat rabitə var? 3 qat rabitə var. Sonra digər alifatik doymamış karbohidrogenlərə aiddir alka deyənlər. Alifatik açıq zəncirli doymamış karbohidrogenlərin sonu ya N şəkilçisindən, ya in şəkilçisindən, ya da DN şəkilçisindən bitir. Baxın, N deyəndə 1 ədəd 2 qat rabitə, in deyəndə əsas karbon zəncirində 1 ədəd 3 qat rabitə, DN deyəndə 2 ədəd neçə qat rabitə olur? 2 qat rabitə olur. İnlərlə DN-lər ümumi formulları eyni olduğu üçün onlar nə arası izomerdir? Sinif arası izomerdir. Hər ikisinin ümumi formulu CnH2-2-dir. Sadəcə olaraq DN-lər en böyük bərabərdir. 3-dən başlayır. Karbon 3 ədəd yazıram. Neçədə 2 qat rabitə yazıram? 2 dənə. H2 4 valent ikisi getdi. Bura hidrogen atomu yazma olmaz. 1 valent 2 3 4. Burada bir 2 yazıram. Bu maddənin adı nə oldu? Nömrələyəndə propadien. Nə deyirlər ona? Propadien. Propadien alkadenlərin neçənci nümayəndəsidir? İlk nümayəndəsidir. Özü açıq zəncirli alifatik doymamış karbohidrogenlərdir. Baxın, 2 qatın hərəsində bir dənə pi var. Pisi varsa bromlu suyu rəsləşdirir. Buradan aydın oldu ki, doymamış karbohidrogenlər, alifatik doymamış karbohidrogenlər 3 dənə oldu. Sonu N-lə qutaranlar alkenlərdir ki, bir dənə 2 qat rabitə oldu. In-lə qutaranlar da N-lə qutaranlarda bir dənə 2 qat oldu. Uşaqlar 2 qatın biri sigma, biri pi. Sonu nə şəkilçisi oldu? N. In-lə qutaranlarda bir ədəd 3 qat rabitə oldu. Sonra DN şəkilçisindən bitənlərdə isə DN 2 ədəd 2 qat rabitə oldu. Ona görə də baxın, ən az karbon en böyük bərabərdir neçədən başlayır? 2-dən. Ən az 2 də karbon lazımdır. En böyük bərabərdir 2-dən başlayır. DN-lər isə ən azı 3 karbon lazımdır. En böyük bərabərdir 3-dən başlayır. Və bunların üçündə də pi var. Pi olduğuna görə bromlu suyu əsasləşdirir. 6-cı sual nədir? Hansı maddənin 6-cı sualda burada yazıb hansı maddənin 1 molu normal şəraitdə tutduğu həcm 22,4 litr deyil. Yalnız və yalnız qaz halında maddələrin 1 molu normal şəraitdə, yalnız və yalnız qazların 1 molu normal şəraitdə tutduğu həcm və molar həcm, yəni 1 molun həcmi neçə litrdir? 22,4 litr. Bizə deyir ki, hansı maddənin 1 molu 22,4 litr deyil, yəni 22,4 litr deyil deyirsə, ya o maddə normal şəraitdə maye olmalıdır, ya da normal şəraitdə bərk maddə olmalıdır. Çünki nə mayelər, nə də bərklərin 1 molu 22,4 litr həcm ola bilməz. Birinci A bəndi metandır. Metan qazdır. Bunun 1 molu, qarşısında heç nə yazmayıbsa uşaqlar 1 molun həcmi 22,4 litrdir. Qazların 1 molu 22,4. İkinci maddə 22,4 litr ola bilməz. B bəndində etandır. Etan yox, B bəndində pentandır daha doğrusu. Pentan mayələrin nə idi? İlkidir. Maye maddənin 1 molu 22,4 litr ola bilməz. 22,4 litr deyil. Yəni bu 22,4 litr deyil. Cavab nə bəndə oldu? B bəndi. Digərlərinə baxın. Bax, A-da metan idi, yazmışdıq, qazdır. Sonra C bəndində etandır, C2H6, o da qazdır. D bəndində propan qazıdır, C3H8 və sonuncu butan, qazların sonuncusu butandır. Bu 4 dənə qazı var. Metan var, etan var, propan, bir də butan. Birdən 4 daxil olma şərtindən qazdır. Qaz halında maddələrin 1 molu normal şəraitdə 22,4 litrdir. Ona qazların molar həcmi deyirlər, VMol. Var həcm, bir də molar həcm neçə litrdir? 22,4 litr. Deyil deyəndə biz B bəndini götürürük. Maye ya da bərk olmalıdır. Keçirik 7-ci suala. 7-ci sualda deyir, nisbi molekul kütləsi 142 olan alkan. Alkanı yazırıq uşaqlar. Nisbi molekul kütləsi bərabərdir 142 olan alkanın neçə karbon atomu var? Karbonun sayını soruşur. Nisbi molekul kütləsi 142-yə bərabərdir. Nisbi molekul kütləsini hesablamaq üçün ayrı karbon orada verib 12-dir. Ayrı hidrogen, hidrogen nisbi atom kütləsi 1 verib. 12-ni N-ə vururuq, bu da 1. 12 N üstə gəlmək 2N
plus 2 bərabərdir 142-yə. 14n plus 2 bərabərdir 142. 14n də bərabərdir 140-a. N'in qiyməti neçə oldu? 10. N'in qiyməti 10 olan alkan dekandır. Alkanların homoloji sırasının 10-cu nümayəndəsidir. Sadəcə olaraq orada soruşur ki, N'in qiymətini tapın. N'in qiyməti neçə oldu? 10. Emeri hesablamağı bir də təkrar edirəm. Baxın, alkanların emeri necə hesablanır? Emer nisbi molekul kütləsi. Molekulun içərisindəki atomların kütlələrinin nəyinə bərabərdir? Cəminə. Karbonun nisbi atom kütləsi 12-dir. Hidrogenin ayeri 1-dir. 12-ni vurduq N'ə 12N. Hidrogenin atom kütləsi 1-dir. 1-i vurduq 2N plus 2-yə. N'ləri cəmləyəndə o da bərabərdir 14N plus 2 emirdir. Və bu emiri neçəyə bərabərlədir? 142-yə. N'in qiyməti neçə çıxdı? 10. N'in qiyməti 10-dursa 7-ci sualın cavabı A bəndi. 10 alkanların 10-cu nümayəndəsi dekandır. Sonra gəlir 8-ci sual. 8-ci sualda deyir ki, molekulunda 9 karbon atomu olan alkan. Alkan deyəndə yenə alkanların ümumi formunu yazırıq. Karbonun sayı 9-a bərabərdir. Yəni N karbonun sayı 9-dur. 9, 18-in üstə 2 gələndə 20. Bu maddənin adı nə oldu? Nonan. Nonan alkanların 9-cu nümayəndəsidir və deyir ki, karbonun sayı 9 olan alkanın nisbi molekul kütləsini hesabla. Nisbi molekul kütləsi emerin hesablamalıyıq. 9, bu da 20. Karbonun nisbi atom kütləsi 12-dir. Hidrogenin nisbi atom kütləsi 1-dir. 12-ni vururuq 9-a. Üstə gəlirik 1-i vururuq 20-yə. O da bərabərdir 128. Həmin alkanın emeri neçəyə bərabərdir? 128-ə. Cavab D bəndi. Digər suala baxırıq. 9-cu sualda deyir ki, alkanın 1 molunun tam yanmasına neçə mol oksigen lazımdır? Alkan yandırmaq üçün yanğına kömək edən qaz oksigendir. Canlı aləmdə tənəffüs və yanğında iştirak edən qaz oksigendir. Yananda karbonun oksidi, karbon 4 oksidi və adında burada yer olmadığına görə aşağıda yazıram, su çıxır. Kütlənin saxlanma qanununa əsasən soldakı atomlar sağdakı atomlara bərabər olmalıdır. Birinci, yadınızda saxlayın, əmsal vermək üçün hidrogenə baxmaq lazımdır. Sonra karbona baxırıq. Üçüncü əmsal verdiyimiz oksigen olur. Bu əmsalların yeridir. Hidrogen atomunun sayına baxıram. Birinci əmsal verəndə hidrogen, karbon, oksigen. Hidrogenin sayına baxırıq. 2n plus 2. Hidrogen 2-yə bölünür. Baxın, hidrogen indeksindəki 2-yə böləndə bura n plus 1 əmsal yazırıq. Əmsalı suyun əmsalı neçə oldu? n plus 1. Ona görə ki, 2n plus 2-ni hidrogenin indeksindəki 2-yə böləndə, 2 mötərizən xaricindən çıxardanda, burada n plus 1 bölmə 2 qaldı. 2-lər getdi. N plus 1-i yazdıq bura. Sonra karbonun sayına baxırıq n qədər. Bura bir n yazırıq. Lap axırda oksigenə baxırıq. Oksigen n-i vurduq 2-yə. Karbon qazının əmsalı n moldur. Bu n həm karbona aiddir, həm də oksigenə. N-i 2-yə vuranda 2n oksigen. Buradakı əmsal da n plus 1 oksigen. Suyun qarşısında əmsal n plus 1-dir və suyun daxilində 1 mol oksigen atomu var. N plus 1-i 1-ə vuranda o da edir n plus 1 qədər oksigen atomu. 2n burada oksigen atomu plus n plus 1 qədər də oksigen buradadır. Cəmləyəndə 3n plus 1 qədər oksigen atomu var. Onu da 2-yə bölürəm. Əmsal yazıram 3n plus 1 bölmə 2. İndi 1 mol alkan yananda, baxın, alkan neçə moldur burada? 1 mol. Qarşısında heç nə yazılmıyorsa 1 moldur. Nə qədər oksigen lazımdır? 3n plus 1 bölmək 2 qədər oksigen lazımdır. Cavab B bəndi. Bir də yazım. Bəlkə burada çətin başa düşdünüzsə bir də yazıram. Baxın, alkanı yazdım. Yanğına kömək eləyən qaz oksigen. Yanma tək temperaturda gedir. Yananda, burada yer olmadığına görə aşağıda yazdım. Karbon 4 oksidi və su əmələ gəlir. Əmsal vermək üçün birinci niyə baxırlar? Hidrogen. Hidrogen 2n plus 2-dir. Böldü 2-yə. N plus 1 əmsal verdi. Sonra karbona baxırıq n. Sonra oksigenə baxırıq. N-i vururuq 2-yə. Baxın, n mol həm karbona aiddir, həm də oksigenə. Burada 2n oksigen var. N-i 2-yə vuranda.
N+1'i suyun daxilində oksigen 1 atomda N+1'i 1'ə vuranda orada da N+1 qədər oksigen var. Cəmləyirik 2N burada, N qədər burada. 3N plus 1 qədər oksigen var. Bu oksigende oksigen indeksindəki 2'yə böləndə bunun əmsalı 3N plus 1 bölmə neçə oldu? 2. İndi alkanın fikir verin, qarşısında heç nə yazılmayıbsa 1 moldur. Heç nə yazılmayıbsa alkan özü neçə moldur? 1 mol. 1 mol alkanı yandırmaq üçün neçə mol oksigen lazımdır? Baxın, oksigenin əmsalı nə qədərdir? 3N plus 1 bölmək 2 mol oksigen lazımdır. Oksigenin molu. Cavab B bəndi. Növbəti sual nədir uşaqlar? Burada 10-cu sualdır. 10-cu sualda deyir, butan və oksigenin tam yanma reaksiyasında hansı həcm nisbətində reaksiya daxil olurlar? Butan və oksigen tam yanıb. Alkanların yanması tək temperaturda gedir. Yanğına kömək eləyən qaz nə qazdır? Oksigen. Yananda karbonun oksidi, karbon neçə oksid çıxacaq? 4 oksidi, karbon dioksid, karbon qazı və hidrogenin oksidi su çıxır. Birinci əmsal vermək üçün hidrogenə baxırıq. 10'u 2'yə böləndə neçə yazırıq? 5. Sonra mən demişdim karbona baxırıq 4. Lap axırda oksigenə baxırıq. 4'ü vurduq 2'yə 8 və 5'də də oksigen burada. 8'də oksigen karbon qazındadır. 5'də də O yazıram. Bura uşaqlar oksigendi cəmləyəndə neçədən oksigen eləyir? 13 dənə oksigen eləyir. 13 oksigeni 2'yə böləndə buranın əmsalı neçə elədi? 6/5. 13'ü bölürəm 2'yə, oksigenin əmsalı 6/5'dir. Məxrəcdən qurtarmaq üçün hər tərəfini neçəyə vururam? 2'yə. 6/5. 2'yə vuranda 2'yi burada vuracağım. Bunu da 2'yə vuracağım. Bu 4'ü də 2'yə vururam. Bu 5'i də neçəyə vururam? 2'yə. Və 2'yə vuranda baxın 2 mol metan qalacaq. 2'yə vuranda metanoldan neçə mol olur? 2 mol. 6/5'i 2'yə vuranda 13 mol oksigen yandı. Və karbon 4 idi. 2'yə vuranda karbon qazı 4 mol idi. 2'yə vuranda 8 mol. Su 5 mol idi. 2'yə vuranda 10 mol da su çıxdı. Butan və oksigen həcm nisbətində birləşir. Butan neçə moldur? 2 mol. 2 molumuz normal şəraitdə 2 vurma 22/4 litrdir. Bu butanın həcmidir. Və oksigen həcmi nə qədərdir? 13 vurma 22/4 litr. Həcm nisbəti deyəndə butanın həcminin oksigenin həcminə olan nisbətində qurur. Nisbət bölmək deməkdir. O da 2'nin neçə olan nisbətidir? 13 olan nisbəti. Baxın, 2 mol butan, bu butandır. 2 mol butanımız nə qədərdir? 2 vurma 22/4 litr. 13 mol oksigeni litrə çevirmək üçün 13 vurma 22/4 litr. Və nisbət deyəndə butanın həcminin oksigenin həcminə olan nisbəti 22/4 litrə ixtisar gedir. 2'nin 13 olan nisbəti. Cavab nə bəndi oldu? C bəndi. Növbəti sual gəlir. Növbəti sual 11-ci sualdır. 11-ci sualda artıq karbohidrogen deyir. Hansı karbohidrogenin 2 molu yanır? Burada alkanın adını çəkmir. Deyir uşaqlar 11-ci sualda karbohidrogen. Və nəməlum karbohidrogen 2 moldur. Qarşısına neçə mol yazır? 2 mol. Yananda karbon 4 oksidi çıxıb. Nə vaxt yanma tənliyi bütöv yazmaq olar? Oksigen lazım olanda. Əgər bizə karbon 4 oksidi, karbon dioksid, karbon qazı lazımdır və ya su lazımdırsa çevirmə yazırıq. 2 mol karbohidrogen yanıb 89,6 litr karbon qazı çıxıb. Kütlənin nə qanunu var? Saxlanma qanunu. Soldakı karbonun atomu sağdakına bərabərdir. Biz burada litri mola çevirmək üçün nü bərabərdir. V bölünsün V molar düsturundan istifadə edilir. V'nin qiyməti nə qədərdir? 89,6 bölünsün 22/4 litrə. O da bərabərdir 4 mol. Neçə mol elədi? 4. Bu verilən həcmdir karbon qazının. Bölürük molar həcmə 4 mol. Və yazırıq karbohidrogen 2 mol. Onlar dediyi kimi yananda 89,6 mola çevirəndə 4 mol karbon neçə oksidi çıxıb? 4 oksidi. Soldakı karbon sağdakına nədir? Bərabərdir. Karbon neçə x-dir burada? 2x bərabərdir 4'ə və x-in qiyməti 2. Karbonu 2 olan bənddən baxırıq orada bir dənə bənddə karbon 2-dədir. O da D bəndində. D bəndində etandır. Karbonu 2'dir. Hidrogen də ona uyğun özləri yazıb 6. A bəndi ola bilməz. A bəndində karbon 4 idi. Hidrogen də 10 idi. Butan. Bax görürsünüz karbon 4 dənə deyil. Bizdə 2 dənədir.
Sonra B bəndində metan idi. Metan karbon neçədə idi? 1 dənə ola bilməz. Sonra C bəndində karbon 3 dənə idi. Propan verib orada. C3H8 yenə də götürmə olmaz. Orada 1 dənə karbonu 2 olan bənd var. O da D bəndi. Y-də də nə verib uşaqlar? C6H6 benzol. Benzol C6H6 bu aromatik karbohidrogenlərin ilk nümayəndəsidir. Benzol. Benzol arenlərin neçənci nümayəndəsidir? Birinci. Aromatik karbohidrogenlər CN-H2- 6 düsturuna uyğun olan karbohidrogenlərə arenlər və ya aromatik karbohidrogenlər deyilir. En böyük bərabərdir 6-dan başlayır. İlk nümayəndəsində karbon 6, 2-ni vur 6-ya. 12-dən də 6 çıxanda 6. Benzol benzin kimi yağlı mayedir, amma benzin qarışıqdır. Benzol isə saf maddədir. Ona görə ki, işarələr və indekslər vasitəsilə baxın işarə və indekslər vasitəsilə şərti yazılış olduğuna görə saf necə maddədir? Mürəkkəb maddə, benzol deyirlər ona. 11-ci sualın biz tapdıq. Nə bəndi oldu? D bəndi. Keçirik 12-ci suala. 12-ci sualda uşaqlar burada deyir ki, 0,2 mol doymuş karbohidrogenin 0,2 molunun tam yanmasından 1,2 mol su əmələ gələn doymuş karbohidrogen alkanı müəyyən edin. Alkanı yazırıq və alkan yanıb, yananda su əmələ gəlib çevirmə yazıram. Ona görə ki, oksigen lazım deyil. Bizə məhsullar lazımdırsa, o zaman çevirmə yazırıq. Hidrogenə baxırıq 2n+2, 2-yə böləndə əmsal nə qədər oldu? n+1. 0,2 mol alkan verilənləri yazırıq. 1,2 mol su əmələ gəlir. Alkan qarşısında heç nə yazılmıyorsa, elə neçə mol deməkdir? 1 mol. Baxın, heç nə yazılmıyorsa 1 mol. Yananda suyun əmsalı nə qədərdir? Molu nə qədərdir? N+1 mol su əmələ gəlib, baxın. N+1-ə bir məchul kimi baxsam, N+1 bərabərdir. 1,2, 1-ə vurub bölmək lazımdır 0,2-yə. Vergülə atdıq 6. N də bərabərdir. Biri digər tərəfə keçidəndə, sağdan sola keçidəndə elə 5. 6-dan 1 çıxanda neçə elə 5. Hansı alkandır bu? C5H12 pentan mayələrin ilk neydi? Nümayəndəsidir. Alkanı müəyyən edin. Cavab nə bənd oldu? B bəndi. Sual neçənci sualdır orada? 12-ci sual. Ehtiyac var, yenidən yazın. Növbəti suala keçirik. Növbəti sualda deyir 16,4 qram 13-cü sualda 16,4 qram sirkə turşusunun duzlarına asitatlar deyirlər. Sirkə turşusundakı karboksil qrupundakı hidrogen baxın natriumla əvəz olunur. Yadınıza gəlir üzvü turşularda mütləq nə qrup olmalı idi? Karboksil. Karboksildəki hidrogen natriumla əvəz olunur. Etan turşusu nömrələyəndə buradan nömrələyirlər karboksil qrupun özündən. Tarixi adı sirkə turşusu. Duzlarına nələr deyirlər? Asitatlar. Deməli, buradakı hidrogen natriumla əvəz olunanda bu duz olur. Bu duzun adı nə oldu uşaqlar? Natrium asetat. Sirkə turşusunun duzlarına nələr deyirlər? Asitatlar. 16,4 qram natrium asetat duzdur. Qələvi ilə qarşılıqlı təsirindən alınan metan. Metandan başqa bütün alkanları laboratoriyada Vürs reaksiyasından alırlar. Metan alkanların ilk nümayəndəsidir. Karbon bir dənə olduğuna görə metanda onu Vürs reaksiyası ilə almaq mümkün deyil. Onu laboratoriyada almaq üçün natrium asetatı qələvi ilə qızdırırlar. Natrium asetat sirkə turşusunun duzunu qələvi ilə qızdırırlar. Baxın, qırıq-qırıq xəttlər yazmışam burada, baxın belə bir şəkildə. Natrium 2 dənə qırıq xəttlərin içərisində. Karbon 1 mol atom, oksigen 1, 2, burada da 1 mol atom, 3 mol atom. Natrium karbonat susuzlaşdırılmış nə deyirlər buna? Soda. Natrium karbonat orta və necə duzdur? Normal duz. Və CH3 qalıb, uşaqlar burada da bir də hidrogen qalıb. CH3-ə bir də hidrogen birləşəndə plus CH4 metan əmələ gələcək. Metanın harda alınmasıdır bu? Laboratoriyada alınma üsuludur. Deməli, bir də təkrar edirəm, 16,4 qram natrium asetatı qələvi ilə qızdırdıqda alınan metanın yanmasına neçə litr oksigen tələb olunur? Əvvəl biz metanı almalıyıq, sonra da metanı yandırmaq üçün neçə litr oksigen tələb olunur? Oksigen tapmalıyıq. Ona görə də 2 dənə tənasüb qurmalıyıq. Birinci tənasüb nədir? Bir də təkrar edirəm. Sirkə turşusunun duzlarına nələr deyirlər? Asitatlar. Baxın, karboksildəki
hidrogeni nə ilə əvəz elədi? Natriumla, qələvi ilə qızdırdı. Bu reaksiya qızdırıldıqda gedir, orada fikir verin. Bu qırıq xəttlərin içərisinə diqqətlə fikir verin. Natrium nə çıxır burada? Karbonat. Natrium karbonatın adı nədir? Susuzlaşdırılmış soda. Natrium 2, karbon 1 dənə, oksigen 1, 2, burada da 3, natrium karbonat. CH3-dir, bir də hidrogen birləşəndə CH4, metan, şaxta və ya bataqlıq qazı əmələ gəlir. 16,4 qramdan alınan metan. Metan əmələ gəlir. Metanı molla tapıram. Neçə mol metan əmələ gəlir? X mol. Yəni bu duzun 16,4 qramından, baxın bu duzu gətir. Neçə mol metan əmələ gəldi? X mol. Qramın altından nə yazırlar? Duzun necə kütləsini yazırlar? Molar kütləsini. Duzun emiri verib orada 82-dir. Yəni o duzun, sirkə turşunun duzlarına asetatlar deyilir. O duzun emiri hazır hesablanmış şəkildə 82 verilir. 82 qram duz reaksiya girəndə isə metanın əmsalına baxın, qarşısında heç nə yoxdursa, neçə mol metan çıxır? 1 mol. Bununla bu ixtisar getdi 0,2. 0,2 mol metan alındı. O da 1-ə vuranda X-in qiyməti neçə oldu uşaqlar? 0,2 mol. Həmin metanı da yandırmalıyam. Metan aldıq nə qədər? 0,2 mol. Metanı nədə yandıram? Oksigende yandırıram və deyir həmin metanı yandırmaq üçün neçə litr oksigen tələb olunur? Metan tam yananda karbon 4 oksidi və su əmələ gəlir. Hidrogenə birinci baxırıq, əmsal 2, sonra karbon 1 dənə, 1 dənə, oksigen 2 də burada, 2 də burada. Baxın, 2 də oksigen burada, 2 də burada, 4 də, bura bir neçə yazır? 2. İndi 0,2 mol metanı yandırmaq üçün x litr lazımdırsa, metanın qarşısında heç nə yoxdursa, bu neçə moldur? 1 mol. 1 molun yandırmaq üçün 2 molu litrə çevirmək üçün 2 vurma 22,4 litr oksigen lazımdır. X də bərabərdir. 0,2-ni 2 vurma 22,4-ə vurur. 1-ə bölməyə ehtiyac nədir? Yoxdur. 0,2 vurma 2 vurma 22,4. O da bərabərdir 0,4 vurma 22,4. 8,96 litr nə qazı lazımdır? Oksigen. Biz 2 dənə tənasüb yazdıq. Əvvəlcə nə yazdıq? Metanı. Sonra metanı nədə yandırdıq? Oksigende yandırdı. Alınan metana əsasən neçə litr oksigen lazımdır? Onu tapdıq. Cavab nə qədər oldu? 8,96 litr. Nə bəndidir orada? A bəndi. Baxın uşaqlar, bu 0,2 mol deyirik ya, burada 0,2 mol. Aşağı hissəsində metanın qarşısında heç nə yazılmayıbsa, 1 molu oradan yazırıq. Bu litri molar həcm yazmalıyıq aşağı hissəsindən. Oksigenin əmsalına baxırıq 2-dir. 2 molumuz, baxın, 2 vurmaq neçə litrdir? 22,4 litr. Bu əmsala baxıb 2 vurma 22,4 litr yazdım. O da eləyir 8,96 litr. A variantı. Keçirik biz indi 14-cü suala. Şaxəsiz quruluşlu alkanı göstərən. Şaxəsiz alkanlarda birli ilə başlayıb, birli ilə qutarır. Birinci, CH3 yazıb, CH2. Sonra yenə yazıb CH2. Sonra yazıb uşaqlar CH2. Yenə də CH3. Şaxəsizdir. Ona görə ki, bu karbon birlidir. Bu karbon neçəlidir? 2'li. Bu da neçəlidir? 2'li. Bundan əlaqəsi var. Bundan. Bu karbon neçəlidir? 2'li. Bu da karbon birlidir. Birli ilə başlayıb, birli ilə qutarır. Ortadakı karbonlar 2'lidirsə, bu şaxəsiz. Nə oldu bu? Alkan. Şaxəsiz nədir? Alkan. Bəli. 1 şaxəsiz alkandır. Bu 1 yazılıb. İkinci yazırıq. İkincidə belə bir maddə yazıb CH3. Sonra yazıb CH və CH3. Artıq burada CH görürsünüz. Bəli, bax bu karbon neçəlidir? Üçlü. Üçlü. Burada CH2. Sonra yazıb buraya CH2. Bir də CH3. CH3 metildir. Metana hidrogen biri çıxıb. Bu birlidir. CH2 neçəlidir? 2'li. CH2'nin adı nədir? Metilen və ya homoloji fərq. Bu da CH2, metilen deyirlər buna. Bu da 2'lidir. Bununla əlaqəsi var. Bir də bununla. CH3 neçəli karbondur? Birlidir. Burada CH deyirəmsə bu karbonun 3'də karbon əlaqəsi var. Bununla, baxın bununla, buradakı karbonla bir də aşağıdakı. Bu karbon üçlü karbondur. Əgər alkanın içində üçlü karbon varsa bu şaxəli alkandır. Necə alkandır? Şaxəli. Bunu götürmürük. Bizə deyir şaxəsizləri tap. İndi biz əlavə nə eləyə bilərəm sizin üçün burada uşaqlar? Bu adlandıra bilərəm.
Tipindən başqa tipinə görə neçə cür karbonlar var? Birlilər var. Birli karbonlar var. Sonra ikili karbon var. Üçlü karbon var. Bir də dörtlü karbon. Beşli karbon yoxdur. Əgər birli ilə başlayıb birli ilə qutarır, ortadakılar ikilidirsə, bu şaxəsizdir. Üçlü və yaxud dörtlü karbon varsa, şaxəli alkandır. Alkanları beynəlxalq üsulla adlandırmaq üçün bu adlandırmağı da öyrənə bilərik sizə. İkinci bir də təzədən yazıram, adlandırmasını öyrədirəm uşaqlar. Adlandırma, beynəlxalq adlandırma var. Bir də səmərəli adlandırma. Səmərəli adlandırmaya görə alkanlara metanın nəyə kimi baxırlar? Törəməsi. Beynəlxalq adlandırmada nömrələmədən istifadə edirlər. Ən uzun karbon zəncirini seçmək lazımdır. Baxın, buradan əvvəl nöqtəli ilə 1, 2, buradan da gəlsə 1, 2. Buradan da gəlsə 1, 2, bu karbonda gəlsə 1, 2. Fərqi var, belə getmiş, yoxsa belə gəlmiş. Fərqi yoxdur. 1 karbon, 2 karbon, 3 karbon, 4-cü karbon, bu da neçənci karbon? 5-ci. Ən uzun karbon zəncirini seçirəm. Buradan gəlsəm 1, neçədədir şaxə? 2-cidə. 2-cidə metil var. Amma aşağıdan nömrələsəydim, baxın 1, 2, 3, neçəyə düşürdü şaxə? 4-ə. Ona görə də ən uzun karbon zənciri budur. Baxın, bu zəncirdir. Və şaxənin ona nə olan yerindən nömrələyirlər? Yaxın olan yerindən. 1, 2, 3, 4, bu da neçə oldu? 5. Maddənin adını deyə bilərsiniz. Neçədə metil var? 2-də. Şaxənin adı nədir? Metil. 2 dənə metil deyir. İkincidə metil var. İkinci karbonda şaxənin adı nə oldu? Metil. Əsas karbon zəncirinin uzunluğu neçədədir? 5-də olduğuna görə pentan. Pentan. 2 metil pentan. 2 metil pentan heksan izomerdir. Pentan sözündə karbon neçədədir? 5 dənə. Metildə karbon neçədədir? 1 dənə. Cəmləyəndə 6, hidrogen 14-dədir. İzoheksandır bu. Nədir bu? Heksan alkanların 6-cı nümayəndəsidir. 5 də izomeri var. Bu heksanın izomerlərindən biridir. Adı nə oldu bunun? 2 metil pentan. Burada üçlü karbonu görürsünüz. Üçlü karbon var. Bu karbondan, baxın, bu karbondan, aşağıdakı karbondan və bununla əlaqəsi var. Üçlü karbonu varsa, artıq bu necə alkandır? Şaxəli alkan. Üçüncü yazırıq uşaqlar. Üçüncüdən orada yenə də şaxəlidir. CH3. 1 ilə 4 şaxəsi. Bəli, CH2 tamamilə doğrudur. Sonra yazırıq CH. Bura bir CH3 yazıram. Sonra CH2. Yenə də nə yazırım uşaqlar? CH3. Artıq burada CH-ı görürsünüzsə, bu neçəli karbondur? Üçlü. Bu karbondan, sonra bu karbondan bir də bunun əlaqəsi var. Şaxəlidir. Nömrələsəm necə nömrələyəcəm? 1, 2, 3-dədir şaxə. Aşağıdan gəlsəm 1, 2, 3. Fərqi var. Belə nömrələyim. Yaxud buradan. Gəl aşağıdan nömrələ. 1, 2, 3. Fərq yoxdur. İstəyirsən belə nömrələ. Şaxə 3-ə düşür. Yuxarıdan aşağı. Yaxud da aşağıdan yuxarı nömrələyəndə şaxə yenə neçənci karbondadır? 3-cü. 3-də nə var orada? Metil. 3-cü karbonda metil var. Və əsas karbon zəncirinin uzunluğu neçədədir? 5 dənə olanda nə deyirlər ona? Pentan. Pentan sözündə karbon 5 dənədir. Metil sözündə karbon neçədəndir? 1 dənə. Metildə 1 dənə karbon, pentanda 5-də. Yığanda karbon 6, hidrogen neçədə oldu? 14-də. Heksanın izomeridir. Hansı düsturla yoruq? CN, H2 + 2 alkan. Bu karbon birli, bu karbon ikili, bu karbon ikili, bu karbon neçəlidir? Birli. Bir dənə üçlü karbon olduğuna görə şaxəli alkan oldu. Dördüncü şaxəsizdir alkan. Dördüncü alkan, bəli, şaxəsizdir. CH3 metildir. CH2-nin adı nədir uşaqlar? Metilin. Sonra metilin. Yenə də metilin. CH2 test ediyor. Metilin və ya homoloji fərqdir. Metilin. Sonra nə ilə qutarır? Metilinə. Metil neçəli karbondur? Birli. Bu da birli. İkili karbon, ikili karbon, ikili karbon. Bu da ikili karbon. Birli ilə başlayıb birli ilə qutarır. Ortadakı karbonlar ikilidirsə şaxəsiz alkandır. Şaxəsiz. İndi baxın, bu birinci karbon, bu ikinci karbon, üçüncü, dördüncü, beşinci, altıncı. Necə heksan deyirlər? Normal heksan. 6 də karbonu var və şaxəsi yoxdursa, karbon 6 dədir, hidrogen onun 2 mislinə 2 vahid çoxdur. Heksandır. Şaxəsizdir. 1 ilə cavab neçə oldu? 4. A variantı. Və 15-i yazırıq. Sonuncu.
15-də deyir ki, şaxəli quruluşlu alkanı göstərin. A bəndi şaxəsizdir. İndi şaxəli soruşur. Ona görə ki, metildir. Metilendən sonra ardıcıl metilen. Yenə də metilen. Yenə metilen yazıb uşaqlar. Sonra yenə bir də metilen yazıb. Burada metil. Gəl nömrəli. Birli karbon. Bu da birlidir. İkili. İkili uşaqlar. Bu da ikili karbon. Bu da ikili. Şaxəsizdir. Nömrələyəndə birinci karbon, ikinci karbon, üçüncü, dördüncü, beşinci, altıncı. Şaxə yoxdursa necə heksan yazılır? Normal heksan və karbon 6-dədir. Hidrogen onun 2 mislinə 2 vahid çox. Heksanın 5 də izomeri var. Biri də necə heksandır? Normal heksan. Bu şaxəsizdir. Səbirli olun. Bunu götürmürük. İkinci. Şaxəli soruşur. Şaxəli uşaqlar bəli 2-dədir. Bəli. CH3. CH görüyorsunuz. CH2. Bəli. CH2 yenə metilin. CH varsa neçə karbon var orada? Üçlü. Bu CH3'dir. Burada bir də CH3. Baxın bu karbon neçəlidir? Üçlü. Bundan bir də bundan əlaqəsi var. Bax bu karbonun. Bu karbondan bir də bunun əlaqəsi var. Bu karbon neçəlidir? Birli. İkili. Bu da birli. Bəli, üçlü karbon varsa bu şaxəlidir. Şaxəlidir. İndi nömrələyəndə hardan nömrələyirik? Əlavə öyrədirəm axı sizə. 1 aşağıdan. 2. Niyə görə aşağıdan? Buradan gəlsən 1. Baxın 1, 2, 3, 4-dədir şaxə. Amma aşağıdan gəlsən 1, 2, 3-cü karbon. Bu neçənci? 4-cü, 5-ci. Bu da neçənci karbon? 1. Şaxə neçənci karbondadır? 2-də. Adı nə olacaq bunun? 2 metil. Əsas karbon zəncirinin uzunluğu 5-dədirsə pentan. Nə deyirlər ona? İzoheksantda. Pentanda neçədə karbon var? 5 dənə. Metildə də bir də. Yığanda C6, H14 heksanın izomeridir. Şaxəli 2 oldu və bir də 4-cü oldu. 3-cü də yazaqda da bu qədər yazmışıq. 3-cü yazanda uşaqlar CH3. Metilen neçədə olacaq orada? Metilen. Normaldir. Bəli, normaldır. Metilen. Sonra nə gəldi burada? Metilen. Sonra metilen. Bir də metil. Bəli. Metilen. İkili karbonlar. Bu da neçəli karbondur? Birli. Bu da birli. 1, 2, 3, 4, 5, 6. Necə heksan oldu? Normal heksan. Şaxəsizdir. Və şaxəli bir də 4-cüdə olacaq. Şaxəli deyəndə 2 ilə 4-ü götürürük. Bəli, CH var orada. CH3 yazıb, sonra yazıb CH2, sonra yazıb yenə CH2 uşaqlar, sonra CH, yuxarı bir də metil radikalı, sonra CH2, bir də CH3. Baxın, burada neçəli karbon görürsünüz? Üçlü. Bu karbondan əlaqəsi olan karbon bu üçlüdür. Nömrələyəndə əvvəl nöqtələri 1, 2, 3, 4, yuxarı bir də karbon aşağı 7. Baxın 1, 2, 3, 4, 5, 6. Nömrə vurmur, amma nöqtə vurur. Amma buradan gəlsə 1-ci, 2-ci, 3-cü, 4-cüdə də şaxə. Aşağıdan getsə 1, 2, 3, 4, 5, 6. Şaxənin yaxın olur. Yaxın yeri aşağıdan gedirik. 3-də nə var burada? Metil. Neçədə metil var? 3-də metil. Əsas karbon zəncirinin uzunluğuna baxın 6-dədir. 6-dədirsə heksan. 6 də buradadır. Metildə də karbon 1-dədir. Cəmləyəndə 7-də karbon, 16-da hidrogen, izoheptan deyirlər buna. Nə deyirlər? Heptan. İzoheptan. Şaxəli oldu 2, 4, B bəndi. Bugünlük bu qədər uşaqlar.